Salam aleyküm, hardayam, Xoca səndəyəm. Deməli, Xoca səndə çox elit məhəllələrin birində bir dənə 3 mərtəbəli evə bax. Ev dörü saraydır. Yeri çox gözəl yerdir. Marşrut 100 metrliyindən işləyir. Metroya da piyada yalan deyirəm, maşınla 5-6 dəqiqəlik məsafədədir. Məhəlləyə bax, geniş məhəllədədir. Prosto içində işləri var. Yəni çox görülüb, xırda işləri var. İndi həyətin tarsovkasına qədər vırılıb. 3 mərtəbədə qabağı yığılıb. Yəni bundan sonra bir 20-25 min bura pul qoysun, 25 min qoysun, ideal təmir eləyərsən. Çünki alçıpanına qədər vurulub, çox gözəl məhəllədədir. Bir dənə obşdə bura balkon kimi artırılıb, ev axıra qədər baxın, qiyməti də normal qiymətdir. Burada torpağın sotda çox bahadır. İşığın şotçikinə qədər var. Bir dənə həyəti göstərin. Qalxdım, bir dənə burada. Bir dənə burada zal nəzərdə tutulub, yuxarısının alçıpanı vurulub, tokları çəkilib, yuxarısı ağardılıb hətta. Və burada bir dənə böyük zalıdır. Buradan da gəldi bir dənə mətbəx buradadır. Şəxsi özünə tikdiyi evdir. Burada bir dənə mətbəxdir. Buradan da gəldi, yuxarı pilləkən monolit betondur. Burada hamam sanuzeli də var. Yuxarıda da var, burada da var. Hamam sanuzelidir. Qalxırıq 2-ci mərtəbədən tanış olaq. 3-cü mərtəbədə mansardır. Pilləkən monolit betondur. 2-ci mərtəbə ağardılıb. Altına vurulub, işlənilib. Özünə tikib deyil, hər şeyin yaxşısından istifadə olunur. Burada yəqin ki, hamam sanuzelidir. Çox genişdir. Bir dənə də burada otağı. Baxın, tok sistemi çəkilib, alçıpanı vurulub, ağardılıb. Bir dənə yerin laminatı aboyu qalıb. Qapılar, yerin laminatı aboyu. Baxın, bir dənə də burada böyük yataq otağıdır. Ölçülər görürsünüz, normal ölçülər var. Hər yanı qoşa daşdır. Mərtəbələr arası kəmər tökülür. Buradan da gəldi. Bir dənə də burada diski otaqdır. Baxın, burada da alçıpanlar işlənilib. Kombi xəttlərinə qədər atılıb. Baxın, razıqan yerləri hazırdır. Qalxıq 3-cü mərtəbədən tanış olaq. Ev gəz-gəz qutarmır. Qiyməti də normal qiymətdir. Qiyməti haqqında da məlumat verim sizə. Qiyməti 223 manatdır. 123 min. 200 nə idi? 123. 1-2-3. 123 min manata verirsən, bu ev sənin olur. Real puldan gəlsin, amma real puldan gəlsin. Endirim var. Yuxarısı da düzəldilib, alçıpan vurulub, ağardılıb. Demək olar ki, yuxarı mərtəbə bir dənə bura laminatı vurursan, demək olar ki, hazırdır. Yəni, əlaqə saxlayın, yeri gözəl yerdədir. Yəni, xod səndə bu cürünə, bu kvadratda, bu boyluqda ev tikmək üçün peynə pul lazım. Bunun hazırı amma rahat bir 220-230 min manatdır. Makerlər ala da bilər, biraz təmir edib, 25 min buranın üstünə pul qoyub, 20-25 min. Sonradan 220-yə, 200-ə, 200-ə satsın, normal xeydə götürə bilər. Bu ev neçə düşəcək sənə? Maksimum düşəcək